Əli salam, xoş gördük səni. Salam Əli. Uzun fasilədən sonra belə deyək də, buna yeni sezon deyək, Tərlan. Olar. Yeni sezonumuz başlayır. Yalan olmasın, neçəsə aydır, tam belə statistikasını aparmamışam, amma biz çəkiliş eləyə bilmirdik. Sentyabr, oktyabr. Hacan? Sentyabr, oktyabr. Aha. Qonağımız Əli Quliyevdir, professional MMA döyüşçüsü. Belə təqdimatı məncə yaxşı elədim. Əli, xoş gəlmisən. Necədir? Xoş gəlmisən. Xoş gördük. Axır ki qismət oldu. Sizlə. Bir aydır biz çəkmək istəyirdik də bu qismət səfərə. Bugün sabah. Tezliklə Əli bu arada gedir Moskvaya gedir təzədən. Bilirsən də. Əli niyə burada qalmırsan? Niyə Moskvadasan? Niyə Moskvaya gedirsən? Belə deyim də, hər bir idmançı özünü inkişaf etdirməlidir, düzdür. İndi elə levelə çatırsan ki, ucu toplantı məşqləri görməlisən. Mən Moskvaya gedəcəm, orada həm o vaxt işləyirdim, həm məşq edirdim. Oradan sonra yolum açıldı, məsəl üçün İsveçə getdim. İndi də mənim İsveç komandam gələcək Taylanda. Oradan da yolum Taylandadır. Sən inşallah Moskva, oradan Taylanda gəlirsən. Bəli. Toplantı məşqim var, 2 ay. Güclü məşqlər var. Mənim öz komandam var. Xeyirli olsun deyə. İsveç komandası All Star. Çoxsu bilir. Sən o komandanın üzvüsən, yoxsa necə belə izləyirəm, çox başa düşmürəm də açığı nə baş verir də. Ucu üzvüsən, hə? Mən təzə menecerdən kontrakt bağladım. Aha. Azərbaycanlı menecerdir, Əli adı, amma burada yaşamır, Kanadada yaşayır. Eyni partnyorda Majdidir. Majdi o Xabzatın meneceridir, eyni partnyordur. Partnyor nə deməkdir eyni partnyordur? Eyni iş birliyidir də, menecerski iş. Ha. Bunlar əməkdaşlar elə bil ki də, şərikdirlər belə daha sadələşdirsək. Bəli, o İsveçdə yaşayır, o Majdi. O Xamzatın meneceridir. Hal-hazırda ən demək olar ki, Avropa ən bərk gedən yerdə məşqdir, All Star-dadır. Sən də artıq onun komandasısan. Təbrik edirəm. Bəlkə uzun müddətdir ki, belə gedir. Demək olar ki, 3 ay orada məşq etdi. Toplantı məşqləri. Tam başa düşmürəm ki, nə baş verir, belə şeydir. Çoxsa başa düşürəm. Hə, mövzunun qırağındayıq deyə. Get-gedə elə bir idmançı orada olur, o toplantı məşqləri, orada elə bir mənə sosial setsə bir gün o toplantı məşqləri bir gün çoxsu bilmir. Amma deyim ki, indi All Star adından vuruşuram. Yaxşı komanda tapdım. Bu komanda nə edir məsəl üçün? Sən döyüşləri orqanizasiya bu eləyir, yoxsa sənin menecerin eləyir? Menecerin eləyirsə komanda nə edir? İşi necədir? Menecer işi döyüş verməkdir. Amma müəllimlər o döyüşə baxıb qəbul eləmək, baxmaq, məşq prosesi keçmək. Düzgün yönəltmək, məşq prosesi keçmək. Menecer mənə döyüş verdi, məsəl üçün 24 may vuruş var idim. Bəzi səbəblərə görə vizam biraz gecikdi, elədi, gedə bilmədim. Təzədən vizamı aldım, elə oldu, qismət oldu ki, bəlkə də belə xeyirlisi, qismət oldu, getdim orada 3 ay o komanda ilə məşq etdim. İsveçdə? İsveçdə 3 ay. Bu sənin o komanda ilə elə bil ki, ilk məşqin idi də həmin dövrdə. İlk məşq idi orada. O da sağ olsun müəllimlər yaxşı qarşıladılar. Məşq prosesi. Biz zalda qalırdıq belə deyim. İdmançı əziyyət çəkməlidir də. Hamı elə bilir ki, qıraqdan görsən ki, idmançı Əli məsəl üçün hasatlığına gedir orada məşq. Da Əli əziyyət çəkdirilən qıraqda görsən. Bayaq deyirəm Moskvada işləyirdim, həm də döyüşürdüm də məsəl üçün. Biz onu ancaq Instagramda yerini görürük də, ancaq məşq yerini görürük ki, kinolarda var, tərədi, nə bilim məşqdən çıxdı. Bax onu deyəcəm, bax məsəl üçün. Amma o əziyyətini biz mətbəxini görməmişik də bu adamın. Professional nədir? Əslində olmalı olanda, gəl ondan danışaq. Sən rahat yatıb durmaq yerin olmalıdır, nə? İdman qidası əlavələrin olmalıdır, falan olmalıdır, bəhmən olmalıdır. Bunları indi təbii ki, həmişə çatdırmaq olmur. İndi bunları çatdırmadan rezultat vermək üçün onda hardansa kəsirik də. Sən demiş məsələn, yatdığımız yerdən kəsirik, gedirik zalda yatırıq ki, deyəndə yatırsınız ki, nəsə olsun. Bax, belə deyim. İnsan birdən-birə olmur, o desin ki, sponsor var. Bəzi momentdə gəlib özü göstərməlisən ki, döyüşməlisən ki, sənə sponsor görsün. Başa düşdün? Sənə dəstək olsun. Mən məsəl üçün indi 8-1-əm professionalda. Dünya oyunlarının qalibiyəm, dünya çempionuyam. Çox rezultatlar vermişəm. O əziyyətləri keçməlisən. Maşallah demək istəyirəm. Maşallah. O əziyyətləri keçməlisən ki, səni görsünlər. Məsəl üçün mənim menecer necə gördü? Talant menecerdir, o baxır. Instagram səhifəsindən, sosial setdən məndən sivəz elədi ki, bəs mən istəyirəm səni yönəltmək, səni prodviqat eləmək necə deyilir. Elə olur. Mən də elə oldu ki, bir ara biraz idmandan uzaqlaşdım, bəzi səbəblərə görə olur. Hər bir idmançının da olur. Və hər bir insanda olur o. Hər bir insanda ya biznesdə biraz nəsə uzaqlaşdım. Mən belə bir xarici idmançılara baxıram. Onlardan da onlar həm işləyiblər, çox güclü idmançılar, Merab özü o həyatda Merab. İndi bəzilərində yaxşı gətirir. Məsələn, Xabibin atası eləyib, onu prodviqat edib, onda imkan olub eləyib. Menecer olub. Menecer olub. Atası hər bir şeyi eləyib, işləməyə qoymayıb. Merab məsəl üçün köçüb Amerikaya risk eləyib, başlayıb işləməyə, fəhlə işləyə. İndi 4 dəfə çempionluğu qoruyub. Hələ disiplinə kim nəzarət edir? Özün yoxsa belə deyim də, bax, yadımda da əvvəllər atan idi.
İndi onu demək istəyirdim. Hə, indi də Bakıya gələndə atam hər dəfə yığır məni 11-də gəl. Düzdür, adam biraz sıxılır deyir ki, "Hə, papa mən bilirəm də, mən bilirəm." Amma əslində ki, ata düz deyir. Getdikcə fikirləşəndə disiplin önəm oynayır. Amma mən toplantı məşq olanda istər-istəməz disiplinli olsan. Niyə? Onu bilirsən ki, saat 8-də məşqündür. Burada deyirsən ki, ya gedərəm məşqə, ya biraz yataram məsəl üçün. Meşq sezonunda da axşam eləyərəm bir dəfə. Amma yarışın olanda bilirsən ki, 2 ay, 3 ay sən səhər 8-də hə müəllim zaldasan, yatıb qaldın müəllim oradan səni çağırır, dur. O da bilirsən necə, bir dəfə sən gec yatarsan, 2 dəfə yatarsan, o məşq prosesi ilə xəstələnəcəksən, immunitetin düşəcək. Qidadır, ən əsas idman. Bərpa proseduru gedir də. Bərpa proseduru getmir, recovery olmur. Ən əsas qida yuxudur. Düzgün də bir də vitaminlər. Pul qazanmaq məsələsinə keçək. Cəmi Azərbaycanlıların dərdidir də bu da pul qazanmaq. Qardaş bax, bir insanıq. Necə deyirlər, şəxsi tələblərimiz var, ailə tələblərimiz var və s. və ilə axır. Qardaş pul qazanmaq lazımdır. Bəli. Sən də nə qazanırsansa qaytarsan ora. Elə olur ki, qazanan bilsən məsəl üçün hansısa istiqamətlərdə özünü sıxırsan maksimum, ailə köməyi eləyirsən. Bayaq da tərlan deyirəm. Ən yaxşı investisiya özbədir. O investisiya almaq üçün, eləmək üçün sənə podyaşka olmalıdır, sponsor olmalıdır, podyaşka olmalıdır. Bəzi momentə çatanda alınmır işləmək, məşq eləmək. Sözsüz alınmır. İndi sağ olsunlar, mənim Yahya var, qardaşdır. Moskvadadır. O mənə dəstək oldu, məşq elə, işdə dəstək oldu. Belə məsəl üçün işləmədim, yolum açıldı İsveçə. Belə. Döyüşdükcə. Amma istərsən insanın sponsoru olmalıdır. Rahat olsun. Heç fikirləşməsin məsələn. Başqa bir infrastruktur olmamalı ki, qardaş belə deyim də, yəni deyək ki, sən də idmançısan, mən də idmançıyam. Sənə gördülər, mənə görmədilər. İndi mən nə edim? Karyeramı saxlayım. İndi ola bilər də görsənməmək də mümkün də. Nəsə bir infrastruktur olmamalı ki, qardaş mən gəlim, məsəl üçün atıram, filan zalda ev yox, biraz müəllimlik eləyim 3 saat. 5 saatda özüm üçün məşq eləyim. Olsun bu da mənim şeyim. Ya belə bir infrastruktur yoxdur da, belə başa düşmüşəm bizdə ya. Ya gedib lüboy bir işi tapıb nəsə qazanmalısan, özünə qaytarmalısan. Bilirsən necədir? Bu özünüz biznes səsidir, bilirsiniz. Bu özdə gələcəksən mən belə bir uşaqlıqdan səni gördüm necə çıxdın məhəllədən, ancaq səhər gün ortadan axşam yox idi. Ancaq işləyirdin, ancaq nəsə bacarırdın eləmək. Yavaş-yavaş bir dəfə alınmadı, bir dəfə alındı, dirəşdin düzdür. Bizim idmanda da elədir. Gərək izdivaçı olmayasan da, necə təslim olmayasan. Sən ola bilər bir gün gətirməyəcək, uduza da bilərsən. Bizdə Azərbaycanda biraz psixoloji pisdir ki, uduzan kimi deyirlər ki, o idmançıdır. Ya o səhv eləməyi sənə öyrədir nəysə. Mən indi başa düşdüm ki, Tərlan, udmaq da mənimdir, uduzmaq da mənimdir. Mən bu gün udacağam, hamı deyəcək Ali maşallah halaldır. Uduzacağam 10 gün prosesi var. Bilirsən, gör necə burada 10 milyonu düz Azərbaycanda. Gör dünyada nə qədər insan var. Mən yaddan çıxacağam 10 gündən sonra utdum. Təzə bir döyüşçüyə çıxacaq, udacaq. Onun üçün insan mən psixoloji belə olmuşam ki, qabağına da fikirləşir, ayda uduzar. Mənə filan kəs nə deyər. Bu Azərbaycanda psixoloji 90% belə dedim hansı. Vuruşmaq, risk eləmək istəmir vuruşmaq. Birdən mən gedərəm məhəlləyə, gələrəm mənə nə deyər. Hər şeydə eləyir. Bu yaşımıza kimi elə gəlmişik ki, filan kəs nə deyər, o nə deyər, kommentarda nə yazarlar, nə bilim o bu. Amma sən demişdə, yəni özüm utsam da mən özüməm, udursam da özüməm. Yaxşı, bəs mən öyrənirəm də bu işi. Bu uduzandan sonrası hasantdır səncə, yoxsa uduzana qədər? Əslində həyat o deyə. Yəni o döyüşdə uduzanda, biz də məsəl üçün burada məsəl üçün sən nə desə atıram da biz öz biznesində uduzduk. Hə, ətrafımız bir-birimizə mən gəlib sənə dəstək olmağımdansa, gəlib sənin kommentar yox, mesaj WhatsApp-da yazsam ki, ay niyə belə elədin? Nəsə də bir mənfi enerjilə sənə vəbşə batıracam, başa düşdün? İdmanda da eyni prosedurdur. Prosta hadisələr fərqlidir də. Yəni orada prosedur eynidir. Yəni ki, hamıda, yəni mən məsəl üçün bu günləri işdə nəsə bir Çornu Palasaya düşdüm, elə bir ki, əlində uduzmağı həmin şeyə gəlib çıxdı. Yəni. Amma mən o Çornu Palasada nə öyrəndimsə, əlində həmin uduzanda nə qədər şey öyrənirdim. Uduzanda öyrənməyi məsələsini demirəm. O aydındır ki, uduzmaq doğrudan da adamı, yəni çox adama məncə aydındır ki, uduzmaq öyrədir adama. Amma o 7 dənə ard-arda zarafat deyirlər, qələbə. Onun üstündə bir dənə uduzmaq və ondan sonra təzədən necə adam gedib şey eləyə bilər ki, yəni ki, bilirsən necə bir ilişən yerin olmalıdır da həmişə də. Yəni ki, bunu öyrənməmisən. Sonrası çətinliyə doğru. Uduzma mənə necə dərs oldu. Mən o uşağı uda bilərdim. Düzdür, güclü idmançıdır, Serbiyadandır, indi çempiondur. Amma mən belə onunla döyüşməli deyildim. Amma mənə səhvim oldu, mən başa düşdüm. Mən çox vəs saldım. 15 kilo vəs saldım. Stress oldu, o oldu. Yəni yenə də dəstəksiz oldum. Öz çəkivi 15 kilo. Bəli, 75-dən məsəl üçün saldım, 74-dən saldım 61-ə. Mən o vəsdə bilsən necə recover olmadım. 3 kilo vassamit olmadım. 3 kilo 4 kilo. Məcbur gəlmişəmsə vuruşmalıyam onu. Mən ona görə biraz udara düşdüm. Nəyə görə? Udara düşdüm. Mən başa düşdüm, vəs o mənim deyil. Sonra biraz ağıllandım, dedim ki, qaldıradan vəs. Belə 66 vuruşam. Prosta dedim risk eləyə 61 vuruşam. Əslində istəmirdim, amma belə oldu ki, kontrakt yolladılar. O da xeyir. Amma ağıllandan sonra professional lap belə
necə deyim, bayaq da orada olursan, Moskva, o bu məşqlər eləyirsən, ucu görürsən. Məsələn, həkimlə, indi hal-hazırda həkimlə işləyirəm. Ay sağ ol. Bu da çox vacib şeydir ya, nüans ya. Mən deyirəm, investisiya eləməsəm özümə, mənə pul gəlməyəcək. Məsələn, mən deyirəm ki, gedim falan özümə şortik alım. Məsələn, köynək alım, elə əlcək alım. Onu almasam, amma o pulu saxlayıb mən o həkimə özümə investisiya eləyim, başa düşdün? Onu eləyim ki, mən bilirəm ki, o xeyir. İndi həkimlə işləyirəm, həkim mənə analiz verir. Hər adam, sən məsəl üçün mən o analizləri vermişəm, falan vitaminlər içirəm. Qayıdacam tərlaniyat, bəs falan vitaminlər içirəm. O olmaz. O mənə hərə uyğun individualdır, individualdır. O mənə uyğun vitaminlərimə, analizlərimə baxır, ona uyğun analiz yazır. Diyet həkimi ona uyğun yemək yazır. Bu tablitsa var məndə məsəl üçün. Tablitsada yazılır mən səhər, gün, orta axşam nə yeməliyəm. Ay sağ ol. Səhər, gün, orta axşam nə içməliyəm. İndi məsəl üçün mən yarış qabağı eləyirəm onu, elə olur ki, 1 ay qalmış 1 ay mənə elə bir prodviqat eləyir. 1 ay məndən olur. Həkim nəzarəti. Həkim. Amma belə məsəl üçün imkan olsa, bu həmişə olmalıdır. Həmişə olmalıdır. Məsəl üçün bəzi momentdə alınmır da, necə deyim, açıq danışıram da, elə olur ki, imkan çata bilmir o qədər də çox. Təbii. İndi məcbur məsəl üçün bilirsən ki, sən bez vuruşanda qazanacaqsan deyə, onu investisiya edəcəksən, hələ ki investisiya edəcəksən, bilirəm ki, qabaqdan nəsə ol. Ona görə bax, hər dəfə işləsən lap yaxşı olur. Meş sezonda qidalara fikir vermək lazımdır. Meş sezonda niyə deyir ki, Meş sezon necə deyim? Sezonlar arası fasilə kimi belə deyək. Mən vuruşdum məsəl üçün. 3 ay prostoşka verim, vuruşmuram da məsəl üçün. Amma məşqdə olmalıyam prosesdə. Amma 3 aydan sonra yarışımdır, 4 aydan sonra yarışımdır. Başa düşdüm, hələ ki. İldə 3 dənə, 4 dənə olur da. O momentdə baxmalısan əslində vitaminləri və incə. Mən məsəl üçün 1 ay məsəl üçün biraz baxım, immunitet görürəm ki, düşür. Həqiqətən o da mənə opdur ki, bilirəm ki, olmaz. İmmunitetim düşür. Hissəm ki, batları içmirəm, o batda vitaminlər. Orada qida əlavəsi gedir də. Qida əlavəsilər, onları içmirəm, olur. Onsuz da alınmır bilirsən necə? Yemək sən nə qədər yeyirsən, itirirsən. Gör nə qədər biz məsəl üçün mən İsveçdə qalanda bizdə deyim sənə 9-dan 10-a məşq idi. Ancaq quruşa. Quruşa 1 saat onu vurdu. Ondan 12-yə bir dənə məşq idi, 2 saat, güləş, sparinqlər. Ondan sonra gəlib yatırdıq, 4-dən 5-ə atrobotkalar idi, 7-dən 8-ə lap idi. Sən indi təsəvvür et, bunu bir dənə qida ilə məşqlə keçirir. Bütün gün orada 3 ay. Sən bunu qida ilə özü vasitəmi eləyə bilərsən, xeyr. Sən o sistemlərin olmalıdır, vitaminlərin olmalıdır. Bəzi idmançılar niyə gedir udsur məsəl üçün? O yoxdur da qida əlavəsindən istifadə eləmir, təbii qidalanma, o da indi yavaş-yavaş Şuşalar, Bakıda biraz inkişaflar gedir başa düşdün. Mən məsəl üçün Zbora gedirəm, falan kəs gedir Zbora, ora gedir bu. Şuşalar biraz hərə bir-birinə. Mən məsəl üçün bura gəlirəm, dostlarım məsəl üçün bildiyinizi ötürürsüz də başqalarına. Çoxsu gedib gəzib gəlir də. Ola bilər çoxsu istəmirsən, amma məndə məsəl üçün gəlim uşağa məsləhət verirəm, qulaq asmasın, necə vəs sallam. Mən bilirəm məsəl üçün. Bəzi momentdə deyirəm ki, falan vəsi belə baxırınca moment 3 kilo salmalıdır. Onu saxla 3 kilo sal. Məsləhətləri verirəm, o belə olur. Bax, bir ağla deyirsən ki, investisiyada. Mənim yadımda qalan şirkətin firmanın adı yadımda deyil, hansısa bir idman geyimi reklam edirsən. O sənə nəsə bir dəstək olur. Yerli brendlər hardadır? O bilsən, bu bizim də dərdimizdir. Bir ildir biz artıq podkast eləyirik. Bir nəfər salam eləməyib ki, yəni podkast edirsən. Söhbət onda deyil. Sizin podkast məsəl üçün mənə maraqlı gəlir. Arada girirəm, baxıram, maraqlı sözlər, dəyərli sözlər götürürəm. Maraqlı nə qədər insanlarla danışmısınız da. Və yaxud da səndə də həmçinin perspektivdən məsələ gedir də. Bu dəqiqə nə var, yox, perspektiv. Biraz bu necə deyək, investisiya sənə ayrılmalıdır ki, sən sonra ona sadiq formada davam elə. Sonra onu daha çox İndi necə deyim, İdman Nazirinin, Federasiyanın, Azad Əsgərovun, Fərid Qayıbın bacardığı qədər məsəl üçün kömək eləyirlər, amma ondan əlavə onların gücü məsəl üçün çatdığına qədər kömək eləyə bilərlər federasiyalar. Özəl sektor. Amma sən öz sponsorun olmalı. Bizim idmanda, bizim Olimpiya idman növü deyil də, MMA, Mixed Martial Arts qaydası tutur. Bizim idman növü Olimpiya idman növü deyil ki, ona hər bir şey ayrılsın, sponsora ehtiyac olmaz. Bizdə məsəl üçün Federasiya MMA Grappling Federasiyası Azad Əsgərov bəzi momentlərdə dəstək ola bilər, bacardığın qədər dəstək ola bilər, mümkün qədər dəstək ola bilər, idman naziri dəstək ola bilər. Ondan əlavə sənin şəxsi sponsorluğun olmalıdır. Mən onu demək istəyirəm. Yəni hansısa bir ağlıma gəlmir, yerli şirkətlər, yəni niyə maraqlı deyil bu məsələyə? Yəni belə deyək də, ancaq ortada bazarda reklama büdcə ayıran energetik içkilərdir. Mən energetik içki heç dəstəkləmirəm. Amma məsələ bilsən nədir? Siyasətinə gedir. Bunların siyasəti düzgündür də. Sən bu dəqiqə bir energetik içkiyə yaz, üçünə yaz, üçündən biri sənə qəbul edəcək və başlayacaq büdcə ayırmağa. Həmçinin sənə də aiddir də. Bu biz bacardığımız qədər istəmirik ora tərəf sürüşək. Amma digər energetik içkinin çıxdığın digər özəl sektor bu şeyi açmır da, bu qapını açmır. Bilsən necə deyim? O kimsə
məsəl üçün deməlidir, ya sən görsənirsən, kimsə sənə ya təklif edir. Mən indi məsəl üçün xaricdəki reklam edirəm. Bax xaricdəki reklam edirsən, paltarlar mənə sağ olsun. İndi maddi kömək eləməsə paltarlar ən azı mənim optik kiprofkam verir, əlcəyimi, hamısı da nə lazım idi onda optik kiprofkam verir. Amma belə maddi kömək olmur. Mən deyim məsəl üçün ya kimsə deməlidir, Nihat. Kimsə təklif eləməlidir. Belə bir məsələn indi təkəbbülü olmasın, 10 milyonuq. Vuruşan 6 dənə, 7 dənə, 8 dənə uşağı. Yaxşı 10 dənə götürün. Ya 20 deyək. Görə nə qədər çoxdur ki. Onun üçün də biri mənəm. Az rezultat da verməmişəm. 8-1 dünya onların qalibi bayaq dedim ki, dünya çempionatı çoxdur da indi sayısan qurtarmayacaq. Çoxdur. Təkəbbül etmə o əziyyətimə qazanmışam. Adam istəsin bunlar istəyirsən ki, belə sənə dəstək olsun, heç nə fikirləşmə. Sağ olsunlar, dostlar yenə deyirəm, dostlar kömək eləyə bilər. Dəstək ola bilər ki, bir anlıq. Amma nə qədər də? Nə qədər də? Bir hansına qədər də? Bir sənə danışdığınız ağlıma gəlir. İdman sektorunda da ən azından 1-2 ağlıma gəldi ki, böyük şirkətlər var da məsəl üçün də. Lap bip keçərəm buna. Push 30 var. Qardaş böyük şirkətdir, çox böyük ehtimal ki, böyük dövriyyəsi var. Onun bu belə deyək də sənə investisiya eləməyindəki o büdcə onun üçün böyük bir rəqəm deyil, çox böyük ehtimal ki, maraqlanmamışam büdcəsinə də, amma çox böyük ehtimal ki, böyük rəqəm deyil. Bunu niyə eləməsin? Söhbət təkcə səndən getmir. Digərləri əlbəttə, məndən başqa belə məsələn yaxşı idmançılar var. Bəzən elə moment gəlir ki, məcbur işləyir, məşq eləmir. Çıxır, idmana atır. Yenə də insan özündən asılıdır başa düşdün. Hamı bir deyil, hamı bir ideal deyir ki, bəzi həvəsdən düşür, deyir istəmirəm. Amma bəzi sənə yaxşı dostlar var ki, dartır ki, gəl məşq elə, yaxşı olacaq, işdə bir şey elə. Eləsi var ki, xarakter gəlmir. Deyir ki, yox, alınmır, işləməliyəm. Danışdıq səninlə ki, məsəl üçün nəyəsə fokuslanmaq üçün hər şeydən izolyasiya olmalısan da. Məsəl üçün həyətdən izolyasiya olursan, deyək ki, dost tanışdan mütləq kimi sən deyirsən getdim İsveçə, yəni getdim Moskvaya. Orada bir dost tanışdan izolyasiya oldun deyənə, orada produkasiya olursan da, rezultat olur, nəticə olur orada. O da yəni belə pis çıxır söz. Amma ki bu mütləqdir də belə deyək. Hətta bəzən elə momentlər olur ki, sən ailədən də hamıdan izolyasiya olub, sən fokuslanmalısan ona. Amma idmançının da belə deyək də, evdə hər hansı bir problem olanda, yəni nə bilim öz həyatı ilə bağlı nəsə bir maddi tərəfindən problem olanda, mənəvi belə bir şeydir ki, bir təhər özümüz vəziyyətdən çıxarıq da, yəni ki, yoluna qoyarıq, bu öz əlimizdədir. Amma maddi problemlər adamı çox, yəni bütün fokusunu qaçırdır da. Yəni bu adam Azərbaycanı ya idmanı fikirləşsin, ya məsəl üçün evi fikirləşsin, ya onu fikirləşsin, alınmır. Yəni təmsil edirəm Azərbaycanı. Yəni bu idman növünə məşğul olan dediyin kimi bir 10 milyon içində lap 50 nəfər idi. Lap belə çox götürsə 50 nəfər 10 milyon içində azdır da, yəni ki. Bu adamlara dəstək olmaq da belə şeydir. Çox sadə bir dənə ssenari deyirəm. Belə deyək də, Brave-də döyüşürsən də indi, düzdür? Yoxsa mən Brave-də döyüşdüm. Ondan sonra keçdim, kontraktım qurtardı, keçdim İsveçin Avropanın ən bərk gedən FCR-da. Axırıncı döyüşüm FCR-da. Sonuncu FCR idi, hə? Bəli, o da elə oradan nə qədər UFC döyüşləri var. Xamzat Chimaev özü orada vuruşur. Hə, deməli bax FCR-ın özünün ayrıca perspektivi var. Mən bir şey soruşum. Belə sözlü kəsəm, bu FCR kimi, Brave kimi çox var, bəli. Yəni məsələn ki, indi baxış sayı var da. Belə organizasiya çoxdur. Getdiyimiz yerlər də amma tanınan şeylərdir. Brave-i mən məsəl üçün eşitmişəm. Mən idmandan uzaq adamam məsəl üçün. Brave-i məsəl üçün sən məndən eşitmisən. Məsəl üçün başqa Brave şeydir. Həm tanınmışdı, həm Azərbaycanda məsəl üçün neçə nəfər vuruşur. 4 nəfər, 5 nəfər. O burada mən bunu tanıtdım ki, Brave kimi təşkilat var. Məsəl üçün falan Tofiqdir, Vüqar Karamovdur. Onlar Brave-də vuruşurlar. Rizində idi. Onlar Rizini tanıtdı. Rizin, Yəni mən bunları onların şotuna tanımışam. Akşin Baba Blade-də vuruşub. O Blade-i tanıtdı. Bəzi hamı belə orqanizasiya tanınır. Və bunun da tərs tərəfi var. Sənin o liqalara çıxıb ölkəni tanıtmaq məsələn var da. Məsəl üçün şeyə baxıram, Tofiq Musayevi Yaponiyada növbə gözləyir ki, bir dənə şəkil çəkdirsinlər. Hə, yəni bu növbə gözləyənlərin bir 50% fikirləşir də bu Tofiq Musayev hardan idi? Azərbaycan. Azərbaycan tanıyır. Sonra deyir ki, bura gedək bir dənə gəzək Azərbaycanı. Maraqlı görsən necə ölkədir. Turizm və s. İdmança və okeanın o biri tərəfində Azərbaycan bayrağını qaldırır. Zarafat deyil, Azərbaycan bayrağı. Bəli. Axırıncı deyirəm də döyüşüm. Azərbaycan mən tək idim orada. Elə oldu ki, tək getdim. İndi orada 2 dənə Azərbaycanlı vardı. Orada onları tanıtdım. Onları orada tanıdım. Məsələn, Norvegiya lap çox idi. Məsələn, mən çıxanda 15-20 nəfər təmsilçi bayraqlarla hamısı çıxırdı. Mən tək Azərbaycan bayrağıyla çıxırdım. Gör nə qürurdum. Özümə qürur edirəm ki, o boyda Avropada tək Azərbaycan bayrağıyla özümlə mübarizə aparıb tək çıxdım başa düşdün. Alınmadı məsəl üçün müəllim Akşin Babayev gəlsi vəzifə. Orada müəllimlər məni çıxartdı. Tanınmış müəllimlər. O boyda publikanın qabağında da tək istifad eləmək. Tək çıxdım. Məsəl üçün 2 dənə Azərbaycanlı olardı. Bir dənə yanımda Azərbaycanlı çıxmışdı, 2 dənə müəllim. Bir dənə də tribunada bir dənə Azərbaycanlı var idi, vallahi. Tribunada bir dənə. Bir dənə dostum gəlmişdi. Orada tanımışam onu orada. Bir dənə Azərbaycanlı o gəlmişdi. Axırı o birislər çıxanda Norvegiya bütün onun fanatları
namizəd idi həm də UFC güclü idmançı. Ulduz idi orada. Ulduz idi. Və onda 20 nəfər eyni köynəkdə, eyni bayraqda videolar var ki, hamısı çıxır. Amma başdan motivasiya verdim. Mənə ki, Azərbaycan bayrağını bir də mən o boyda hamının yanında qayıtdım, həm də qalib oldum o düşdüm. Biri var ki, məğlub olsam, mən qalib olsam, bunlar hardan tanıdılar? Azərbaycan var. Məsələn, müəllim mənə deyirdi ki, Azərbaycanski warrior. Boyun Azərbaycan var. Mənim orada Andreas var, o tanınmış mənim həqiqət. O mənə deyir Azərbaycanski warrior. O belə tanıyırdı Azərbaycan. Get lap yaxşı ki, Azərbaycanda yaxşı idmançılar var, vuruşan uşaqlar var. Mən məsələn orada vuruşuramsa yol açılır o biri uşaqlara. Get-gedə kömək eləyirsən o biri uşaqlara görüb. O belə olur. Mən vuruşdum. Mənim menecerim nə qədər döyüşçü Azərbaycandan istəyir yetişdirməyə. Mən kontrakt bağlanandan sonra sağ olsun Əlidir adı, o çox kömək elədi mənə. Mən əslində fikrim bilsən nə idi? Motivasiya prosta fikri kimi yaradıram ki, indi bilmirəm də bizi bəlkə izləyən olar hansısa bu qərarları verə bilən adamlar da, investisiya qərarını verə bilən adamlar. Yəni mən məsəl üçün tutaq ki, mənim gücüm varsa investisiya eləməyə və Əli sabahsı gün çox belə reytinqli bir döyüşə çıxanda ki, bu əvvəl-axır olacaq və o reytinqli döyüşə çıxan adamın öz sosial şəbəkəsində və s. və axır mənim məsəl üçün Floretin adını çəkməyi, reklam eləməyi gələcəyə investisiyamdır. Biz hamımız ən böyük problemimiz bilsən nədir? Hamımız ancaq bu günü fokusuq biznes və digər məsəl üçün idman məsələsində hamı bu günü fikirləşir. Heç kim fikirləşmir ki, məsəl üçün heç kim çoxluq fikirləşmir ki, biraz daha sonra investisiya qoyum. Məsələn, insan investisiya eləyir sonra gözləyir. Birdən-birə məsəl üçün hansısa investisiya eləyib, məsəl üçün duxudur, güldür, qoydu investisiya, sən onu birdən-birə götürə bilərsən. Yox, elə şey. Gərək onları gözləyəsən ki, o tanınsın, bəzi investisiya. Həmçində insan. Bəli, yəni sənə məsəl üçün deyirik, sənə qoyulan investisiya və yaxud digər idmançıya qoyulan investisiya onun artıq daha reytinqli döyüşündə, məsəl üçün UFC-də döyüşdü axırıncı dəfə Tofiq Musayev UFC-də döyüşdü. Yəni mən inanıram ki, Azərbaycan çox adam baxdı o döyüşə. Əlbəttə. Yəni ona görə çox adam insanlar gəldi, tanındı. Bəli. Nə qədər adam idmana gedir ondan sonra. Yəni gör nə qədər şey dəyişdirir, yəni nə qədər şeyə təsir edir də bu. Və Tofiq Musayevin reklam elədiyi belə deyək, brendə gör nə qədər müsbət təsir oldu bunun paralel olaraq. Düz UFC icazə vermir çox da elə şeylərə. Amma sosial şəbəkədəki elə tarixçəndə bu bəs edir də. Sosial şəbəkədə sən paylaş. Mən də onu deyirəm də, bu özü elə böyük bir şeydir, hansı dövrdə. Prosta bir sənə necədir Azərbaycanda? Azərbaycanda gözləyirlər ki, sən biraz qalxasan. UFC orada burada ondan sonra sən investisiya eləsən. O mən qalxandan sonra düz deyir. Yenə də lazımdır. Amma yenə də mən qalxmışam. O əvvəlcədən sən investisiya eləsən, o əziyyətlərdən keçməsən tez qalxa bilər. Qalxandan sonra investisiya eləmək yenə də lazım, amma yenə də adama deyir ki, hə də bunu sürətləndirək də gəl. Əvvəlcədən olsun belə. Yaxşı, nə şeydən danışaq, həvəsdən danışaq. Bax məsəl üçün bu günlər səhər durdum. Deməli, yalan olmasın elə bu podkastda ara verdiyimiz müddətdən bu yana kimi hər səhər təxminən 7-də 6-7 arası dururam ki, mən idmana gedəcəm. Deyəcəksən ki, çox qəribə hərəkətdir. Hər səhər dururam və gedə bilmirəm. Dururam, bax bu telefon, bu scroll, gedə bilmirəm. Dururam, gedə bilmirəm. Bir iki dəfə vicdanım biraz şeyimdə, evdə ev vəziyyətində məşq etdim. Durdum, məşq elədim. Ya bu uzun bir neçə aydan sonra bu günləri durdum, getdim. Bax çətinlik nədədir? Şeydən danışırıq da, indi professional karyeradan danışmırıq da, özümüzə xeyir eləməkdən danışırıq da, ümumiyyətlə. Digər şeylərdən, təkcə məşqdən də söhbət gedir. Mən prosta indi məşqdən misal çəkəcəm. Çətinlik bir dənə o çölə çıxmaqdır. Bəli. O çölə çıxmağın necə deyim, yolunu nədə görürsən? Yəni necə mən özümü tərbiyələndirim ki, mən sabah da çıxım bir şey yaxşı dedi. Bakıda olanda deyirəm mən birazdan gedərəm, məsələn məşqə falan. Amma qıraqda olanda mənim fokusum o stolda başa düşdün, yəni. Mən tam şeydən dedim özün fikirləşməsən. Məsələn, mənim yarışım olub, məcbur getməliyəm. Sən indi biraz məqsədin yoxdur. Sən də yeyərəm, təzədən də kökələrəm, mənim yoxdur, nə olacaq mənim kökəlməkdən. İndi mənim məqsədim məsələn mən böyük məşqə getməsəm, sonra mənim çəkim düşməyəcək bu gün. Bu gün eləməliyəm mütləq. Həm də gedəndə məsələn məndə də olmur, həvəs olmur. Elə olur da idmançısında nə yalan deyirsən ki, o qədər məşq etsən naqs olmur. Amma məşqə gedəndən sonra eləyirsən, deyirsən, nə yaxşı ki gəldim. Mən bunun adını qoymaq lazımdır. Nəyə görə eləyirəm? Belə deyək də. Məqsəd qoyum. Sən məsəl üçün özünə məqsəd qoy ki, mən bu gün ayın neçəsidir məsəl üçün? Biri. Ayın 1-idir. Məsəl üçün mən ayın 15-nə kimi filan kilonu salacağam. Filan bədənimdə bəzi əzələləri çıxardacağam. Məsələn, özü fokus qoy, məqsəd qoy. O məqsəd olmayanda insan hər bir şeydə də məqsəd olmayanda deyirsən ki, bu gün eləməyim də. Yaxşı, tutaq ki, amma bir dənə məsələ var da. Məsələn, bizim şeylə nə məqsədimiz ola bilər? Yəni yarışa çıxmırıq, bir şey eləmirik. Yəni indi nədir söhbət? O eləməyən adam rahat danışır da bu haqqda.
Hər şey əslində rəqəmlərdir. Məsələn, mən eləməsəm belə onu bilirəm ki, disiplin hər şey rəqəmlərdir. Bizim nə məqsədimiz ola bilər? Yenə deyirəm, yarışa çıxmırıq, nə press çıxartmaq istəmirik, o yaşımızda. Bunların hamısını qoyuruq qıra. Rəqəmlər gətirib göstərəndə ki, sənin artıq bilənmə var, o var, bu var. Bu rəqəmlər deməli mənim bir qrup yoldaşım var, Elçin. İndi alınsa çağırarıq bir dəfə onunla da danışaq. Deməli rəqəmləri yazır, hər gün qoyur divarına. Məsələn, mən bu gün bu kiloqramdayam, bu vestəyəm. Mənim bu gün artığım nədir? Bu gün nə itirməliyəm? Mən məsəl üçün desəm ki, mən 111 kiloyam. Mənə desən ki, sən 20 kilo atmalısan, mənim gözümə səniz görsənəcək. 3 ay 2 kilo atsan böyük şeydir. Bu uzandı 2 il azada. Amma bu adam rəqəmlərlə qoyub qabağına, bu bilir ki, bu gün nə eləməlidir? Bir rəqəm olaraq bilmirəm, 300 kalori itirməliyəm. Gedir gəzir, onu itirir. Vastanavit eləmək üçün gedib bunu yeməliyəm, toyuğu yeməliyəm, nəyisə yeməliyəm, bunu eləməliyəm. Bu real olaraq yormur. Real olaraq başqası da alınmır. Sən məqsəd məqsəd odur da elə ki, başqası da alınmır da. Məşq eləməlisən, sən özü məsəl üçün mənim məqsədim var gedirəm, amma sən özün canlı ziyan eləyirsən axı. Onu da fikirləş. Sən get kökələcəksən, gözləyəcəksən, fikir eləməyəcəksən, yeməyə fikir eləməyəcəksən. Gedir görəcəksən ki, sən həvəs olmur. Qidadan çox şey asılıdır. Məsəl üçün yatma verir, qidanı düz eləmədə həvəs olmur heç nəyə, nastreniya olmur. Sən o fikirlər ki, canının sağlığına görə eləyirsən. Məqsədim var mənim. Bir ağladın ki, 15 məsəl üçün 15 günə 3 kilo hədəf qoydum mən. Gəldim 3 kilo eləmədim, 2 kilo elədim. Bəs bu məndə demotivasiya eləməz ki, mən də deyirəm. Sən Allah saxlamış deyir ki, Tərlan saat 6-da 7-də dururam. Ya sən 6-da durma. Məsələn sən indi adi insan güclə durur 6-da. Elə olur ki, Bakıda da adam 12-də yata bilər, 1-ə yata. 5 saat yuxu. Dur bunu 8-də də, ucu 8-də dur. Sən 6-da durursa desən ki, alınmır getmə. Əlbəttə alınmır, yatmaq istəyirsən. O həvəs biraz 8-də qoy. Yavaş-yavaş. Yəni şey eləmələr deyirsən. Də birdən məsələn 6-da çıxıram. 6-da durum gedim. O alınmır axı. Birinci 8-də sonra durduqca öz salsan forma. İnsan da 21 günə düşür. Başa düşdün? Hər bir şey 21 günə düzəlir. Eşitmişəm. Nə mənada 21 günə? Vərdiş eləmək, mənəvi tərəfdən, yəni ki, psixoloji tərəfdən. Yox, psixoloji ümumiyyətcə. Ümumiyyətlə varlıq cəhətdən, yəni sən 21 günə nəyəsə oturuşa bilirsən. 21 gün bunu təkrarlayırsan. 21 gün iradə eləyirsən. 21 gündən sonrası 21 gün sən forma rahat dura bilirsən. Rahat ucu adləşirsən. 21 gün məsələn 21 gün məsələn altda dururamsa, ucu mən əziyyət çəkmirəm. Rahat ucu altdadır. Məsəl üçün mən vaxtında yatıramsa, məsəl üçün 10-da yatıram, mən 8-də dururam. Mən yenə nə qədər saat ucu öyrəşdikcə bir dəfə, 2 dəfə, 12-də, 1-də yatsam, istərsəm 9-da dururam. Olub da üstə. O qədər öyrəşibsə səhər durmağa, o qədər yatamırsan. Qabaq olur ki, 12 gün, 1 kimi yatırdın. O qədər adam insan bədəninə öyrəşdirib ki, 9-da ondan ayrılır şu bədən. Mən də tez, yəni mozq vurur da, siqnal ucu ona verir. Beynə siqnal vurur ki, sən bu vaxtda həmişə dururdun. Nə oldu 3 gün? Lap durursan. Odur 21 gün. Birdən-birə var, yenə də bayaq deyirsən. Mən ara verdim, dedim nə qədər ara verdim? Deyirsən 5 il ara vermişəm. Səncə birdən-birə gedim naqruska verim. Olmaz. Birdən-birə naqruska. Sənin yadında 5 il əvvəlki axırda qoyub getdin ştanga qaldı. Mənim yadımdadır. Deməli, əsgərlik dövründə bizdə pentatlon deyirdilər. Belə bir maneələr zolağıdır. Çoxlu zolaqdır. Bildiyim professional yarışı da var onun xaricdə. Onu bizim şeydə Survivor kimi. Survivor kimi bizə xüsusiyyətli idi deyə onun keçidi var idi. Əsgərlikdə o idman dövründən sonra getmişdim axı əsgərliyə. Ona görə yaxşı idim. Əsgərlikdə onu rahat keçirdim. Nəsə əsgərlik bitdi, kurs dövrü, onun üstündən 1 il fasilə zət. Keçib də ümumi formada olmağımız üstündən 2 il keçib təzədən getmişəm zabit hazırlıq kursuna. Gəldik elə həmin hərbiçədə, həmin pentatlonun qabağına. Dedilər ki, mən də sənin belə deyim də, sən demiş beynimdə qalıb ki, mən onu necə keçirəm də. Eyni demək olar ki, vaxtda onu keçdim sürətlə. Bütün şeyi keçəndən sonra axırıncı o epizodu keçdim, dayandım, addımlayan yerdə birdən-birə buramda haramdasa bilmirəm. Bir dənə sancı tutdu, konkret tutdu. Yəni büküldüm, 1 dəqiqə bükülüb nəfəs ala bilmirdim. Orada narahat oldular, yığışdılar başıma ki, deyəsən gedir də bu yavaş-yavaş. Yəni o psixoloji olaraq beynimdə vərdiş eləmişəm ki, mən bunu keçə bilirəm. Amma əslində bədənim cavab vermir. Sənin sözünə qüvvət. Yəni əslində mən o qədər özümə naqruska versəm, hardasa şey verəcək. Olmaz, sənin bədən birdən-birə sən görürsən, sən birdən-birə edəcəksən, ümidin düşəcək. Tap düşdü, çox xəstələnəcəksən. Bədən öyrəşmir bax. Yavaş-yavaş 1 saat elədin, 20 dəqiqə, 30 dəqiqə, 10 dəqiqə, 40 dəqiqə belə hər gün yavaş-yavaş öyrəşdirməlisən. Bayaq listə çıxırdım, Dağıstanlı müəllimdir. O podkast elə oldu ki, o intervyu verəndə belə elə o həm bilirdim, həm də qabağıma çıxdı. Ki insanlar deyib bir ara prostoska verirlər, neçə il. Ondan sonra başlayırlar naqruska eləməyə. O düzgün deyil o. Yəni bunu şey eləyək də, belə deyək də,
nizamlı, yavaş-yavaş Yavaş-yavaş, artıra. əlbəttə, yavaş-yavaş. Birdən-birə naqruska edəcək, sabah həm dura bilməyəcəksə, bədən ağrıyacaq, həvəs olmayacaq, həm immunitetun düşəcək. Əslində bu biznesdə də var. Elə bil ki, sən Biz hər şey tələsirik, qardaş. O şeylə risk eləməlisən ki, onu davamlı eləyə biləsən də. Yəni onu eləməlisən ki, onu davamlı eləyə biləsən. Məsəl üçün də tez rezultat gözləyirik. Tez rezultat. Hövsələ yoxdur. Məsələn, bax idmanın özündə də illər lazımdır əziyyətlər keçəcək. Optlaşasan illər. Biz deyək ki, bu gün məsəl üçün uduzdum ili, bu gün o qədər məşqdən alınmadı. Amma bu illər lazımdır. Amma Xabibin özü illərdən. Xabibin də komandası mənim kumirimdir o. Onunla da elə o çox qismət oldu. Elə toplantı məşqə getdim Amerikaya. Onunla bir yerdə. Gördüm onu. Sən əsas belə mən o parlaqlıq dövrünün başlamağını Amerikada görürəm amma. Oradan başladı. O özü də dedi ki, yavaş-yavaş hər bir şey başlamaq lazımdır, başa düşdün? Mən məsələn orada məşq eləyəndə naqruskalar birdən-birə naqruskalar görürdüm, alınmırdı. Sonra yavaş-yavaş məsləhətlər də başa düşdün? Deyir ki, yavaş məşq elə, birdən-birə eləmə, başa düşdün? Belə söhbətlər var. Çox gözəl. Əli çox sağ ol. Gəldin. Bizə belə deyək, özündən və təcrübəndən yaxşı məsləhətlər və belə deyək də yaşadıqlarından danışdın. Minnətdaram. İnşallah ki, dinləyicilərimiz, nə bilim, izləyicilərimiz buradan gözəl ibrət götürər. Nə bilim, söhbət təkcə idmanlar getmir, məncə həyatında da ibrət götürər. Bir də minnətdaram. İnşallah görüşmək ümidi ilə qələbələri gözləyirik. İnşallah. Təzə döyüşləri gözləyirik. 2026 inşallah yaxşı döyüşlər olacaq. Bu il döyüş var, qutarı yoxsa? Fevralın 7-sinə verilmək istəyirlər. İndi toplantı məşqə gedəcəm. 2 ay orada toplantı məşqimi görüm. Ondan sonra fevralın 7-si ola bilsin ki, orada vuruşacağam. Ola bilsin bəlkə tez vuruşdum, yanvarda vuruşdum. İstəyirəm 2 dənə döyüşüm, həm yanvar, həm fevral. İndi orada yenə də FCR. FCR-da da vuruşa bilərəm. Oktagon var, xarici Avropa oktagonu. Orada vuruşa bilərəm. İndi döyüşdən çox mən həmişə maraqlı gələn storylərdə hər gün paylaşır şey məşqdən zətdən. Həm oturub onu şey edirəm. Oturub onu izləyirəm çünki ləzzət edirəm. Aktivlik yəni saxlamısan. Baxıram ki, hər gün şeyin storylərində var. Hər gün story var, olmalıdır məncə. Hə, çünki məncə izləmək üçün belə necə deyim, maraq yaratmaq. Qabaq çox alırdım. İndi deyirəm də yenə də sosial olmalıdır. Sosial olmalıdır, düzdür. Arada adam istəmir, həvəsdən düşür, eləmək istəmir sosial. Həm yorğun olsa, həm vaxt olmur. Məncə davam elə kifayət qədər maraqlı olur. Çünki maraqlı. Bir də bu cəmaatın içində seçilmək rahatdır. Belə pis Dağıstanda hər gün döyüşçü istehsal olunur, amma burada azdır dediyin kimi də. Burada fərqlənmək rahatdır. Yəni sənin üçün motivasiya ola bilər ki, 5-10 nəfər idiyənə ehtiyac da var. Bir də fərqlənmək rahatdır. Məsələn mən istoriyalarda mən yazılar, sosialda məsəl üçün ingilis dillərəm, milli rus diləm. Yazılar bir dəfə biz Azərbaycan dilində danışdıq. Məsələn o da məncə də Azərbaycanca. Deyirlər ki, o da görürəm ki, yazılar mənə axı xitab elədiyi şeylər Azərbaycan dilində bizə başa düşər, bizə də maraqlıdır. Məncə məsəl üçün axır vaxtlar ancaq ingilis. Baxma, ətrafa düşəndə məsəl üçün İsveçdə qalanda onda ingilis məcbur ingiliscə danışır. Yox, inkişaf etdirmək yaxşıdır. Amma öyrəşirsən, amma deyirlər Azərbaycan dilində danışır, bizə də maraqlı olsun ki, biz də biləyik. O da lazımdır. O da ola bilər. Razı deyiləm amma ola bilər. Mən tam razıyam. Çox sağ ol. Çox sağ ol. Görüşərik inşallah. Uğurlar.